Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugünkü dərsimiz ixtisarların və qısaltmaların tələffüzüdür. İxtisarların tələffüzü zamanı 6 qayda var ki, onları bilmək mütləqdir. Birinci qaydamız. İxtisarlar yalnız sait və samit hərflərdən ibarət olduqda onlar hərflərin əlifbadakı adlarına uyğun olaraq tələffüz edilir. Burada görüldüyü kimi yalnız Elmlər Akademiyası birləşməsində EA saitdən ibarət olunub. Ona görə olduğu kimi deyiləcək. Dövlət Təhlükəsizlik Xidmətində D samit, T samit, X samit, DTX. Burada da görüldüyü kimi Bakı Şəhər Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyası. Gördüyü kimi hər bir hərf samitdən ibarət olduğu üçün əlifbadakı adlarına uyğun olaraq tələffüz ediləcək. B, Ş, T, 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 Y, S. İkinci qaydamız. İxtisardakı birinci hərf sait, ondan sonra gələn bütün hərflər samit olduqda hərflər yenə də əlifbadakı adlarına uyğun olaraq tələffüz ediləcək. A sait, Ş samit, AŞ. A sait, B samit, Ş samit, ABŞ. Ü sait, D samit, G samit, F samit, ÜDDCF formasında tələffüz ediləcək. Üçüncü qaydamız. Sait hərf ixtisarın ortasında və ya sonunda olduqda ondan əvvəl və sonra gələn samit hərflər yazı qaydasına uyğun tələffüz olunur. Görüldüyü kimi Yeni Azərbaycan Partiyası sözündə sait səs hər iki samit səsin ortasındadır. Yap formasında tələffüz ediləcək. Bütöv Azərbaycan Birliyi birləşməsində sait səs ortadadır. Bab kimi tələffüz ediləcək. Dünya Azərbaycanlıları Konqresi DAK kimi tələffüz edilir. Xəzər Dəniz Gəmiçiliyi Texniki bura qədər samitlərdir. Olduğu kimi tələffüz edilir. XDC. Amma burada isə sait səs hər iki samit səsin əhatəsində olduğundan tip kimi tələffüz ediləcək. XDC tip. Dördüncü qaydamız. Tərkibində 2 və daha artıq sait hərf olan ixtisarlar əsasən heca tələffüzü ilə deyilir. NATO, A, TƏT, A, M, A. Görüldüyü kimi hər birində 2 və yaxud 3 sait səs var. Buna görə də hecaya uyğun olaraq tələffüz edilir. Beşinci qaydamız. Tərkibində LMNR hərfləri olan ixtisarlarda həmin hərflərdən əvvəl gələn digər samit hərfin adındakı sait səs nisbətən uzun tələffüz olunur. Bu ona görədir ki, L, M, N, R hərfləri digər hərflərin tələffüzündən fərqlənir. Məsələn, F deyərkən R, G deyərkən E hərfdən sonra səslənir. Amma L, M, N dedikdə E əvvəl səslənir. Məsələn, Birləşmiş Millətlər Təşkilatı B, M, T deyiriksə, B, ona görə M ilə başlamırıq ki, E-nin birini düşür, digəri isə uzun tələffüz edilirdi. Məsələn, saat sözündə 2 eyni cinsli qoşa sait yanaşı gəlirdi və A-nın biri düşür, digəri isə uzun tələffüz edilirdi. Bu da həmin qaydaya 2E yanaşı gəldiyi üçün biri düşür, biri isə uzun tələffüz edilir. BMT, BMT, AFR, BŞM, ŞB. Növbəti sonuncu qaydamız. Bəzi qısaltmalar yazıldığı kimi tələffüz olunur. Azərnəşr, Azneft və s. Diqqətiniz üçün hər birinizə təşəkkürlər.